Salam. Deməli, RFO 8-ci sinif sualının izahına baxırıq. İkinci sualım. Belə bir məsələ verilmişdir. Sürücü yolun ilk 4/3 hissəsini V sürəti ilə, yolun qalan hissəsini V/2 sürəti ilə gedərək səfəri tamamlayır. Bütün yolda orta sürətini tapın. Bildiyimiz kimi orta sürət tapmaq üçün gedilən ümumi yolu ümumi zamana bölmək lazımdır. T1 S1 üstə gəl S2 böl T1 üstə gəl T2. Bizə ümumi yolu verib, ümumi yolumuz olacaq deməli 4/3 S üstə gəlinsin 4/1 S. Bu da S-ə bərabər olacaq. Təbii ki, bizə ümumi yolu verib. Amma ümumi zamanı vermir. Yəni, zamanları vermədiyi üçün T1 zamanını S1 böl V1 şəklində yazsaq, deməli S1-imiz 4/3 S, V1-imiz isə V-dir. Buradan deməli 3S bölünsün 4V alınacaq. T2 zamanımız isə S2 bölünsün V2 şəklində yazsaq, bu da olacaq 4/1 S bölünsün V böl 2. Buradan da 2S bölünsün V. Deməli, S bölünsün 2V şəklində alınır. Biz buradan ümumi zamanı tapsaq, T ümumi zaman olacaq T1 üstə gəlsin T2. T1-imiz 3S bölünsün 4V. T2-miz S bölünsün 2V'dir. Bunlara ortaq məxrəc gətirsək, deməli 4V. Bura 2 dəfə düşür. Deməli 3S üstə gəl 2S olur 4V, burada da 5S. Və gətirib orta sürət düsturunu yerinə qoysaq, orta sürətin düsturu ümumi yolumuz S oldu. Ümumi zamanımız da 5S bölünsün 4V oldu. Buradan S'lər ixtisar getdi. Deməli 4V bölünsün 5 cavabını aldıq. Cavab olur 4V bölünsün 5.